Salam, hər vaxtınız xeyir, əziz müəllimlər. Mən Nizam müəllim. Bu gün sizlərlə bir neçə maraqlı sualın həllinə baxacağıq. Başlayaq birinci sualdan. Deyir ki, a-n bərabərdir k-3n kvadrat üstəgəl k-5n plus 4 ədədi silsiləsinin ilk 6 həddinin cəmini tapın. Deməli, ilk bu suala baxanda biraz çətin sual kimi görsənə bilər, amma fikir verirsinizsə, söhbət ədədi silsilədən getdiyinə görə, bu bir ardıcıllıq deyil, sırf ədədi silsilədir, yəni ümumi ardıcıllıq deyil. Ədədi silsilənin n-ci hədd düsturunu xatırlasaq, a1 üstəgəl dn-1-ə görə gördüyünüz kimi ədədi silsilədə xətti asılılıq olur. Yəni n kvadratı deyə bir hədd olmur. Ədədi silsilədə heç vaxt n kvadratı olmaz. a-n bərabərdir a1 üstəgəl dn-1. a1 hər hansı bir ədəd, d həddir, n-1-ə də vurduqda n kvadratı alına bilməz ümumi hədd düsturunda. Ona görə də burada bu həddin əmsalı sıfırdır. Ədədi silsilə olduğuna görə ardıcıllıq olsa mümkündür. Bu həddin əmsalı sıfırdırsa, o zaman k-3 bərabərdir 0, k bərabərdir 3. Nəticədə mənim ədədi silsilə üçün olan ümumi hədd düsturum k-nın yerinə 3 qoyduqda, ikinci tərəfdə də qoyuram 3 minus 5n üstəgəl 4 mənfi 2n plus 4 şəklini alır. Yəni, bu artıq oldu bildiyimiz bir qayda. Bunun ilk 6 həddinin cəmini tapmaq üçün a1-i tapıram. Üstəgəl 4 2 elədi. a6-nı tapıram. Üstəgəl 4 hansı ki mənfi 12 4 mənfi 8 və S6-nı tapıram artıq. a1 üstəgəl a6 böl 2 vur 6. Yəni 2 üstəgəl mənfi 8 böl 2 vur 6. Bu da bizə verdi deməli mənfi 18. Ədədi silsilədə bu gedişlərə diqqət edin.